ayaq duzu da ekləyirəm. Uşaqlar, hamınıza salam. Bildiyiniz üzrə keçən videolarda mamamıza şam hazırladıq, bəyənmədi. Maskalarını düzəltdik, bəyənmədi. Heç nəyi bəyənmədi. Sabununu belə bəyənmədi. Bu səfər fikirləşdim ki, yerdə qalan axtarıb tapdığım sabunları ilə qəşəng bir ona yenidən bir karışım hazırlayım. Bu arada bu səfər aralarında təzələrini də tapmışam. Məsələn, bir markanın 3 dənə maskasını tapmışam. İndi hamısını bir-bir qarışdıracağıq. Məncə sonucu çox bəyənəcək. Birinci burada gözümə dəyən belə bir maskası var. Qara maskadan başlayırıq. Üstümüzə dağıtmayaq. Məncə mamamın ən sevdiyi övladı mənəm. Yəni mən elə düşünürəm. Çünki ona o qədər gözəl şeylər hazırlayıram ki, yəni bunu hansı ana sevməz, bir siz düşünün. Soda üzündən soyula bilən olacaq. Yəni ən əsas avantaj da budur. Yenə eyni firmanın belə çələkli. Bu nə idi? Bu da maskasıdır. Yenə sizin qarşınıza çıxması bir şansdır. Ananızı sevindirəcək şeylər edin. Mənim kimi maskalarını görəndə bayılacaq. Burada ayaq kremi tapmışam, amma olsun da ayaq kremi qatdığımı demərəm. Üzünə vurar, nə olası da əsas odur krem olsun və çox olsun. Bu səfər fərqlilik eləyib ayaq duzu da ekləyirəm. Məncə üzə çox gözəl, okeydir, yəni ayaq duzudur da sonuçta, nə olasıdır ki, üzə neyniyə bilər ki? Bunu da əlavə edirik. Çox gözəl görsənir. İndi sizə göstərəcəm uşaqlar. Çox qəşəngdir. Belə bir maskası var. Bilmirəm nə maskasıdır. Və burada əl kremi tapmışam. Baxın. Glitterlarına. Çox gözəldir. Buradan buram-buram koku vurur mənə. Sonra belə bir maskasını tapmışam. Bunu da əlavə eləmək istəyirəm hamısını içinə. Toz maskaymış, yəni gil maskaymış. Ağardıcı maskadan da əlavə edirik. Çox gözəl görsənir. Sonra burada badımcan maskası var. Bunu necə töyəcəm onu bilmirəm. Bunu necə açım? Bunu da töyəcəyik indi içinə. Oy, zaten içində azıymış. Sonra burada ilbizli bir dənə maskası da var. Boydiermin maskalarında tapdım. Onları qaşıq əvəzi işlədəcəm. Mənim necə yadımdan çıxıb qaşıq gətirməmişəm özümdən. Olsun amma, ev yoxdur. Hər dərdə çarə vardır. Görürsünüz, mənim bu